deməkdir. Home and subnets class B. Class B-nin default subnet maskı 255 0 oldu. Bu 255 onsuz da bizə dəxli yoxdur. Bu class B-nin subnet maskıdır. Biz bu 0'da cihazımızda 16 bit var. İstədiyimiz qədərini ayırıb subnetlər, yəni alt şəbəkələr eləyərək, məsələn, atıram, bir dənə idarə var. Bu idarədə çoxlu şöbə var, amma hər şöbədə kompüter sayısı azdır. Məsələn, atıram, da nümunə olaraq 1000 dənə şöbəsi olan idarə var, amma hər şöbədə cəmi 3 dənə kompüter var. Bunu çoxlu alt şəbəkə lazımdır. Alt şəbəkədə az kompüter sayı lazımdır. Biz əslində bir şəbəkədəki kompüter sayını azaldaraq alt şəbəkə sayını artıra bilirik. Bu bitləri oynadaraq. Deyir ki, x 244-248 arası dəyərlər alır. Bu data niyə verdim? Bu datanın sual adədi yox, belə verdim. Deyir 244-248 arası dəyərlər alır x. Home and subnets. Neçə dənə subnet yaratmaq olar? 255-255 onsuz toxunmursuz. Bu class B-yə görə olan belə deyək ki, host adı, network adresləridir. 244-dən 248-ə kimi, 244-dən 247-yə kimi ədədləri, təbii ki, qabağında 255 olmaqla 255 burada da 0. Niyə 3-cü bitə dolduruq, onu da deyim. Çünki subnetin qaydalarına görə bir oktet olmadan o birisi başlayamaz. Biz 3-cü okteti boş buraxıb, 0 buraxıb da 4-ü dolduramalıyıq, 3-ü doldurmalıyıq birinci. Ona görə bu x-in dəyəri 3-cü oktete yazılacaq. Burada 244-dən 247-yə kimi olanda, bunu 10-luğa, 2-liyə çevirəndə bu subnet mask ola bilmirsiniz. Bunun da səbəbi nədir? Çünki subnet mask olması üçün birdən sonra 0 gələnməz. Daha doğrusu birdən sonra 0 gələ bilər, əslində. 0-dan sonra 1 gələnməz. Məsələn, 1, 1, 1, 1, 1, 1, 1, 1, 1, 0, 1 oldu. Bu subnet mask olamır. Mütləq ki, birlər nizami solda düzülməlidir, sıfırlar sağda düzülməlidir. Yəni, bunlar ayrışmalıdır. 244-247-ni də çevirəndə özünüz görəcəksiniz ki, elə olmur. Hətta çevirək. Calculator. Standart programmer. 244. Görürsünüz, 0-1 var burada. Bunu böldüm. 0-1 var. 245. 0-1 var. 246. 0-1 var. 247. 0-1 var. Ona görə 244-dən 247-yə kimi olsa sizdə x-in dəyəri, deyirsiniz ki, belə bir subnet mask mümkün deyil. 248 olsa bir dənə. Gördüyünüz kimi 248-də birlər soldadır, sıfırlar sağdadır. Yəni, sıfırlar birlərin arasına girmir. X bərabərdir 248 dəyəri üçün eləyirik. O 244-dən 247-yə kimi deyirsiniz, belə subnet mask mümkün deyil. Çünki 0-dan sonra 1 gəlib. Birlər əvvəl gəlib, sıfırlar sonda gəlməliydi. 248 olanda 248-in 10-luq qarşılığı, daha doğrusu 10-luq nədir? 2-lik qarşılığı budur. Burada nə olur? Burada bu o deməkdir ki, biz 5 biti borc almışıq. Niyə borc almışıq? Subnetlər. Subnet nə deməkdir? Əslində alt şəbəkələr. Alt şəbəkələr qurmaq üçün 5 biti borc almışıq. 5 bitlə də biz nə qədər alt şəbəkə qura bilərik? 205, 32 dənə alt şəbəkə qura bilərik. Cavab 32-dir ona görə. Bir dənə 248 dənəndə 32-dir. O biri dəyərlərdə ümumiyyətlə cavab yoxdur. Yəni, cavab yox deyəndə deyirsiniz ki, belə bir subnet mask mümkün deyil. Deyir ki, neçə dənə subnet qura bilərsən? 248 olanda 5 biti biz borc alırıq. 205, 32 dənə alt şəbəkə qura bilirik. Dipnot, yəni burası lazım deyil, prosto maraq üçün deyirəm. Bunu biz nəyin şotuna qururuq? Kompüterlərin sayı azalır. Elə bil, küçələrin sayını artırırıq, amma bir küçədə tikilə biləcək evlərin sayını azaldırıq. Biz kompüterlərin sayını azaltmağın, kompüterlərin sayını qurban verib alt şəbəkə sayı əldə edirik.